Sonuncu şam yeməyi Leonardo da Vinci tərəfindən 15-ci əsrdə İtaliyanın Milan şəhərində Ludovico Sforza və onun həyat yoldaşı Beatrice Dieste üçün çəkilmiş divar rəsmidir. Əsərin mövzusu Yahya İncilindən götürülüb. Burada İsa son şam yeməyi zamanı 12 havarisindən birinin ona xəyanət edəcəyini bildirir. Əsər 450 sm-in 870 sm ölçülərdədir və Milan şəhərindəki Santa Maria della Grazia monastırının yemək otağının arxa divarında yerləşir. Da Vinci əsəri çəkdiyi zaman bu otaq hələ yemək otağı olmasa da, bu mövzu belə məkanlar üçün ənənəvi sayılırdı. Leonardo əsərə təxminən 1495-ci ildə başlayıb və 1498-ci ildə tamamlayıb. Dəqiq başlama tarixi məlum deyil, çünki monastırın arxivləri məhv olub. Əldə olan tək sənəddə 1497-ci ildə işə başladığı göstərilsə də, bu tarix son tamamlanma tarixinə çox yaxın olduğundan mütəxəssislər tərəfindən qəbul edilmir. Rəsm əsərində İsa'nın xəyanət xəbərini verdiyi anda həvarilərin təəccüb dolu baxışları xüsusi vurğulanıb. Hər həvarinin üz ifadəsi fərqlidir. Kimisi qəzəbli, kimisi çaşqın görünür. Leonardo bu simaları qədim əlyazmalardakı təsvirlərə əsaslanaraq dəqiqliklə işləyib. Əsərə qədər yalnız İuda, Pyotr, Yohan və İsa dəqiq təsvir olunmuşdu. Soldan sağa doğru əvvəlcə müqəddəs Varfolomey, müqəddəs Yakov və müqəddəs Andrey bir qrup şəklində göstərilib. Sonra İuda İskariot, müqəddəs Pyotr və havari Yohan birlikdə verilib. İuda yaşıl mavi paltarda təsvir olunub. Arxaya çəkilmiş vəziyyətdədir və narahatlığı üzündən oxunur. Əlində bir kisə tutur. Bu ya İsa'nı satdığı üçün aldığı gümüş, ya da onun vəznədar rolu ilə bağlıdır. Əsərdə stolun üstünə dirsək dayayan yeganə şəxs də odur. Pyotr əsəbi görünür. Əlində bıçaq tutub və onu İsa'dan uzaqda saxlayıb. Bu, gələcəkdə İsa'nın tutulması zamanı Pyotrun sərt reaksiyasına işarə ola bilər. Yohan isə özündən getmiş kimi göstərilib. Bəzi tədqiqatçılar bu fiqurun əslində Yohan yox, Maria Magdalena olduğunu və Da Vinci'nin bununla xristianlıqda gizli məqamlara işarə etdiyini düşünür. Əsərin ortasında İsa təsvir olunub. Qırmızı və mavi paltarda, uzun saçlı, başını sola emiş vəziyyətdə və sanki danışırmış kimi görünür. İsa'dan sol tərəfdə daha 3 havari, müqəddəs Foma, Yakov Zebede və müqəddəs Filip yer alır. Foma arxaya çəkilir, Yakov coşmuş halda sinəsini qabağa verir, Filip isə kədərli baxışlarla İsa'nın cavabını gözləyir. Sonuncu üçlükdə isə Matvey, müqəddəs Fedey və Simon Kananit var. Fedey və Matvey Simona sual verirmiş kimi ona tərəf baxır. Ola bilər ki, İsa'nın sözlərindən sonra cavabı Simondan gözləyirdilər. İsa bildirir ki, onu satacaq şəxs masadakı çörəyi ilk götürən olacaq. Lakin bunu havarilərə demir. Foma və Yakov bu xəbərdən sarsılırlar. Havarilər masada 3 nəfərlik qruplar halında oturublar. İsa'nın arxasında 3 pəncərə var və onun duruşu əsərin tam mərkəzində bir üçbucaq əmələ gətirir. Bəzi tədqiqatçılar bu üçbucağı gizli paqan simvolları ilə əlaqələndirirlər. Əsərin 2 erkən nüsxəsi mövcuddur. Onların Leonardo'nun şagirdləri tərəfindən çəkildiyi güman edilir. Bu nüsxələr orijinala çox bənzəyir və kağız üzərinə çəkildikləri üçün bəzi detallar daha yaxşı qorunub saxlanıb. Əsər üzərində ən böyük bərpa prosesi 21 il davam edib və 1999-cu ildə ictimaiyyətə təqdim olunub. Əsərlə bağlı məşhur bir rəvayət də var. Deyilənə görə Leonardo İsa və İuda üçün eyni şəxsin simasından istifadə edib. Amma başqa bir versiyaya görə o İsa obrazını yaratmaq üçün təxminən 19 yaşlı gənc və məsum bir gəncin simasından ilham almışdı. Bir neçə il keçdikdən sonra Leonardo sərt xarakterli, günahkar və inadkar görkəmli bir insanla qarşılaşmış və İuda obrazını yaratmaq üçün bu şəxsin simasından istifadə etmişdi. Bu ikinci əhvalat birincini təqzib edir və göstərir ki, İsa və İuda üçün eyni modellərdən istifadə edilməyib. Ümumiyyətlə, Leonardo da Vinci'nin hər iki obraz üçün eyni insanın üzünə əsas götürdüyünə dair heç bir tarixi mənbə və sübut yoxdur. Əsərlə bağlı ən çox diqqət çəkən məsələlərdən biri də bəzi araşdırmaçıların İsa'nın sağ tərəfindəki şəxsin havari Yohan yox, Maria Magdalena olduğunu iddia etmələridir. Onlar deyirlər ki, bu obraz Yohan haqqında tarix boyu formalaşmış təsvirlərə uyğun gəlmir və daha çox qadını xatırladır. Bu nəzəriyyə 1997-ci ildə nəşr olunan The Templar Revolution və Dan Brown'un 2003-cü ildə çıxan The Da Vinci Kodu əsərində də yer alır. Hər iki əsərdə həmin obrazın qadın olduğu və Maria Magdalena'nı təmsil etdiyi vurğulanır.
Bəzi tədqiqatçılar isə İsa'nın sol tərəfində oturmuş və adətən havari Filip kimi tanınan şəxsin də əslində ikinci qadın Marta ola biləcəyini düşünürlər. Qeyd olunur ki, bu obrazda Yoxan kimi saqqalsızdır. Bu araşdırmaçılar bildirirlər ki, Leonardo İsa və Maria Magdalenanın bədən duruşlarını elə göstərib ki, onların birləşməsi M hərfi formasını alır. Bu isə Maria Magdalenaya işarə kimi dəyərləndirilir. Həmçinin İsa və həmin qadının əyindəki geyimlərin bir-birinə tam əks olması da təsadüf sayılmır. Bu, onların eyni ailəyə məxsus olduqlarına işarə kimi şərh edilir. Əsərdəki maraqlı detalların biri də İsa'nın sağında, Yudanın arxasında görünən bıçaq tutan naməlum əldir. Əvvəlcə bu əl müqəddəs Piotra aidmiş kimi görünsə də, diqqətlə baxıldıqda Piotrun bir əlinin Maria Magdalenanın çiynində, digər əlinin isə həmin əlin biləyindən tutduğunu görürük. Yəni bıçaqlı əlin kimə məxsus olduğu aydın deyil. Bu əlin İudaya məxsus olmadığı məlumdur. Çünki o bir əli ilə kisəni tutub, digər əli ilə çörəyə uzanır. Əsərdəki diqqət çəkən səhnələrdən biri də müqəddəs Piotrun Maria Magdalenanın çiynindəki əlidir. Leonardo bu əli elə çəkib ki, sanki bir bıçaq kimi onun boğazına tuşlanıb. Əlin uzun və incə barmaqları da bu bənzətməni gücləndirir. Əgər bu obraz doğrudan da Maria Magdalenadırsa, bu detal bəzi tədqiqatçılar tərəfindən ona qarşı bir sui-qəsd planına işarə kimi qiymətləndirilir. Onların fikrincə, Leonardo burada müqəddəs Piotrun Maria Magdalenaya qarşı planını gizli şəkildə çatdırmağa çalışır. Amma bu fikir kilsə tərəfindən qəbul edilmir. Çünki Piotr Katolik kilsəsinin banisi sayılır və onun belə bir hadisəyə qarışması mümkün deyil. Əsərlə bağlı ən çətin və mübahisəli mövzulardan biri də Leonardonun müqəddəs küzəni necə təsvir etməsidir. Müqəddəs mətnlərdə İsa'nın sağ əli ilə müqəddəs küzəni tutaraq oradan şərab içdiyi deyilir. Amma Leonardonun əsərində İsa'nın hər iki əli masanın üstündədir və heç bir küzə tutmur. Bundan başqa, ənənəyə görə masada yalnız bir müqəddəs küzə olmalı olduğu halda Leonardo çoxlu küzələr təsvir edib. Amma əsərin orijinal halı bu günə qədər tam qorunmadığından bu küzələr aydın görünmür. Bəzi tədqiqatçılar hesab edirlər ki, burada söhbət fiziki küzədən yox, İsa'nın qanını və soyunu daşıyan qadından gedir. Simvolikada qadın obrazı V hərfi ilə ifadə olunur. Buna görə də küzə ifadəsi də bu mənada işlənmiş ola bilər. Leonardo'nun əsərinə baxdıqda görünür ki, İsa və Maria Magdalenanın duruşları elə tənzimlənib ki, onların arasında V, yəni qadın simvolu əmələ gəlir. Bu da əsərin mərkəzində müqəddəs küzənin qadın simvolu olaraq verildiyi fikrini dəstəkləyir. Tədqiqatçı Slaviski deyir ki, Leonardo'nun əsərinin güzgüdəki əksi ilə üst-üstə düşmüş variantı izlənəndə qeyri-adi görüntülər yaranır. Sol tərəfdə Maria Magdalenanın arxasında bir məbəd zəncavəri, onun qucağında uşaq və İsa'nın qarşısında müqəddəs küzə görünür. Leonardo'nun da yazılarını güzgü ilə yazdığı nəzərə alınarsa, bu detal diqqətə layiq sayılır. Vatikan araşdırmaçısı Sabrina Sfroza Gazia da Leonardo'nun bu əsərində riyazi və astroloji sirlər kodlaşdırdığını bildirir. Onun fikrincə rəssam 1 mart 4006-cı ildə baş verəcək ümumdünya daşqını və 1 noyabrda bu daşqının sona çataraq bəşəriyyətin yeni dövrə keçəcəyini əsərində gizli şəkildə göstərmək istəyib. İtalyan musiqiçi Giovanni Maria Pala isə iddia edir ki, əsərdəki obrazların əl duruşları və masadakı çörəklər not kimi qəbul edilib sağdan sola oxunduqda Leonardo'ya xas olan bir musiqi ortaya çıxır. İzlədiyiniz üçün təşəkkürlər. Qismət olsa, başqa videolarda görüşərik.